Yoldaşlar, deməli, sual 1. Bizə yazıb Colorado çayı, Volqa çayı. Çaylara aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin baxaq. İki ölkə ərazisindən keçir. Əlbəttə ki, Colorado. Söhbət Kanada və hardadır? ABŞ-da. Nəqliyyat əhəmiyyətlidir Volqa. Çünki düzən çaydır. Volqa-Don, Volqa-Baltik kanalları var. Meyilliyi azdır, yenə Volqa. Ona görə də nəqliyyat əhəmiyyətlidir. Dağ çayıdır Colorado. Əlbəttə ki. Kanyonvari dərələr yenə də Coloradoda. Və aid olduğu regionun ən uzun çayı əlbəttə ki, Volqa regionunun, yəni belə deyim də, Avropa regionunun ən böyük nə idi? Ən uzun çayıdır. Cavab 1, 4, 5, 2, 3, 6 variantımız C bəndi birinci sualı. İkinci suala baxırıq. Şimal tropik xətti 23.5 nə enli idi? Şimal enli. Cənub qütb dairəsi isə 66.5 cənub enli idi. Biri şimal, biri cənubdadır. İndi gəlin baxaq. Mülayim işıqlanma qurşağının cənub sərhəddi. Uşaqlar, mülayim işıqlanma qurşağının cənub sərhəddi deyəndə 23.5 şimal mülayim işıqlanma qurşağının cənub sərhəddidir. 66.5 cənub enli, cənub mülayim işıqlanma qurşağının cənub sərhəddidir. Hər ikisi cənub sərhəddinə uyğun gəlir, ortaq cəhətdir. 3-ə. Qış gündönümü günü, qış gündönümü bildiyiniz kimi günəş 23.5 cənub enliyində zenitdə olur. Günorta vaxtı günəş şüası daha böyük bucaq altına düşür. Yoldaşlar, ikisinə də hesablamaq lazımdır. 23.5 cənubda olanda 23.5 şimala düşdüyünü tapmaqdan ötəri toplayırsınız. Elədi 47, 90-dan 47 çıxsın isə elədi 43. Deməli, şimal tropikinə düşdü 43 dərəcə ilə, düzdürmü? Amma cənub qütb dairəsi ilə arasında məsafəni tapırsınız. 66.5 çıx 23.5. 43, 90 çıx 43, 47. Deməli, yoldaşlar, bu fikir hara aiddir? İkinci fikir cənub qütb dairəsinə. 1 dərəcə qövsünün uzunluğu daha çoxdur, o şimal tropikinə aiddir. Çünki ekvatora daha yaxındır. Sonra, gecə və gündüzün növbələşməsi pozulur. Növbələşməsi pozulan qütb dairəsidir. Olacaq yoldaşlar, əlbəttə ki, 4, ikinciyə. 21 martda gecə gündüzün uzunluğu eynidir. Hər yerdə 21 martda gecə və gündüzün uzunluğu eynidir. Ortaq cəhətdir 5. Və 23 sentyabrda günəş cənub-qərbdə batır. Uşaqlar, cənub-qərbdə batırsa, deməli, məntəqə hardadır? Şimaldadır. Ona görə də biz deyəcəyik ki, bu məntəqə olacaq şimal tropiki. Deməli, cavab 3, 6, 2, 4, 1, 5. Variantımız A bəndi ikinci sualdır. 3-ə baxırıq. Şəmkir su anbarı hansı relyef vahidlərinin arasında yerləşir? Yoldaşlar, Şəmkir su anbarının olduğu yer siz bilirsiniz ki, Gəncə-Qazax düzü ilə Ceyrançı alçaq dağlığının arasıdır. Şirvan düzü və Niyal dağ ola bilməz, o aşağı axarlardadır. Milmuğan düzü ola bilməz, Lənkəran ovalı və Talış dağları ola bilməz və Qarabağ düzü ilə Murovdağ silsəsi ola bilməz, çünki fərqli hissələrdədir. Ona görə də doğru cavabımız nə olur yoldaşlar? 3-də B. Növbəti suala baxırıq. Sual belədir. Xəritə çıxında rəqəmlərə əsasən geotermik pillərin daha nə olduğu deyir yoldaşlar? Böyük. Böyük olduğu yerlər daha çox bilirsiniz ki, platforma sahələrinə uyğun gəlir və daimi donuşluq bölgələrinə. Platformaları seçməkdən ötəri geosignalları ata bilərsiniz. Ən primitiv olaraq geosignallara baxdıqda burada mən əvvəlcə geosignalları deyim. 2 nədir? Kordilyer. 3 nədir? Sakit Okean odlu qövsü və 6 haradır yoldaşlar? Gördüyünüz kimi Qafqaz dağları, yəni İran ərazisi Zagros dağları. Ona görə də biz bunları atanda cavabımız qalır 1, 4 və bir də 5. 1, 4, 5 cavab platform üzərində yerləşir. Y variantı 4-cü test tapşırığı hesab olundu. Sual aydınlığı yoldaşlar. 5-ci suala baxırıq. 5-ci sualda sıxıntı təsvir olunmuş relyef formasına aid əlamətləri müəyyən edin. Yoldaşlar, şərti olaraq biz buna belə deyək də hündürlük verə bilərik. Kəsmə yüksəkliyi 200 metrdə verə bilərik. Kəsmə yüksəkliyi neçə metrdə verə bilərik? 300 metrdə verə bilərik. Burada biz baxanda deməli 300 metrdən versək, 600-ün altı neçə olacaq? 300. Onun aşağısı neçə olacaq? 0. Yuxarı neçə olacaq? 900. Düzdürmü yoldaşlar? 200-dən də verə bilərdik. 0, deyək ki 200, 400, 600, 800, sonra da nə gəlmədi? 957. Amma variantlara baxaq. Deməli, dağın nisbi və mütləq hündürlüyü bir-birinə bərabərdir. Yoldaşlar, dağın nisbi və mütləq hündürlüyü bir-birinə bərabərdir deyəndə bu fikir doğrudur, ikinci fikir. Dinən niyə? Çünki 0-dan 957-yə qədər 957 metr var. Dağın zirvəsi 957, ətəyi də 0-dadır. Yəni nisbi hündürlüyü də nədir? 957. Deməli, ikinci fikir doğrudur. Sonra M ilə N nöqtələri arasındakı fərq 500 metr ola bilər. 500 metr ola bilər, necə ola bilər? Məsələn, tutaq ki, fikir versəniz, 0-300 arası budur. 600-dən də 900 arası əlbəttə ki, odur. Nümunə olaraq versək, tutaq ki, birinə 700 verdik, birinə 200 verdik. Arada fərq nə qədər elədi? 500 metr elədi. Aydın oldu, bu da ola bilərdi. Sonra qaldı bir dənə 6-cı, kəsmi 300 metrdir, düzgün gəldi. 2, 3, 6 bizim variantlarımıza uyğun gəldi. Variantımız nə oldu? B variantı hesab olundu. Tapşırıq aydındır. Sonra 6-ya baxırıq. Bizə dağlar verib və xüsusiyyətlər verib. Himalay dağları, Ant dağları, Böyük Sahil dağları, Tianşan dağları. Gəlin baxaq xüsusiyyətlərə. Yoldaşlar, deməli, sizlər bilirsiniz ki, bizə yazıb ki, dağ buzdaqlarına malik deyil. Malik deyil deyirsə, təbii ki, bu olacaq bizim Böyük Sahil silsiləmiz. Avstraliyada, istenliklərdə olduğu üçün burada
biz qeyd edirik ki, buzlaqlar mövcud deyil. Yəni bu gedəcək nəyə gözəl yoldaşlar? Üçüncüyə. Üçə nə getdi? 1. Sonra davam edirik. Şimalında dünyanın ən hündür yaylası yerləşir. Əlbəttə ki, Himalayın şimalı. Bu yaylanın adı nə yaylasıdır? Tibet yaylasıdır. Bəli, doğrudur. Deməli, bu gedəcək birinciyə. Dünyanın ən hündür sönmüş vulkanı buradadır. Dünyanın ən hündür sönmüş vulkanı Çimborasodur, 6310. Bu da gedəcək Ant dağlarına, yəni hara? 2-yə. Və qaldı sonuncu. Şərqində qurun ən dərin çöküşlərindən biri yerləşir. Tianşan dağlarının şərqində söhbət Turfan çöküşündən gedir. -155. 4-də nə getdi yoldaşlar? 4. Deməli 2, 3, 1, 4 variantına uyğun gələn cavabımız D variantıdır 6-cı sualda. Tapşırıq aydındır yoldaşlar. 7. Xəritə sıxımda doğru bəndləri müəyyən edin deyir. Yoldaşlar 1-ə baxırsınız. Əlbəttə ki, aşağı araz boyunda bildiyiniz kimi neft ola bilməz. Sonra yoldaşlar 2-yə baxırsınız. 2. Balakən, Zaqatalda, Mazımçay, Katexçay, Kastaq, Filizçay yataqları var. 3-ə baxırsınız. Böyük Qafqazda dəmir filizi ola bilməz. 4-ə baxırsınız yoldaşlar. Böyük Qafqazın cənub-şərq hissəsində polimetal filizi ola bilməz. 5-ə baxırsınız. Əlbəttə ki, Daşkəsəndə, Murovdağ ətrafında bəli, dəmir filizi ola bilər. 6-ya baxırsınız. Naxçıvanda neft ola bilməz. 7-yə baxırsınız yoldaşlar. Abşeronda neft ola bilər. Deməli 2, 5, 7 və qaldı nə? 9-a baxırsınız yoldaşlar. Daha doğrusu 8-ə baxırsınız. Talış dağlarında polimetal filizi yoxdur. 9-a baxırsınız. Naxçıvanda dəmir filizi yoxdur. 10-a baxırsınız yoldaşlar. Təbii ki, burada yəni biz deyəcəyik ki, əlbəttə ki, neft yataqları mövcuddur. Doğru cavab. Bəli. Cavab 2, 5, 7, 10. Variantımız nədir? A variantı 7-ci sualda. 8-ə biz nəzər yetirdik. Sıxımda olan yer nöqtəsində havanın temperaturu, yoldaşlar yer nöqtəsinin hündürlüyü bizim gözümüzün qabağındadır, 2500 metrdir və orada temperatur nə qədər deyir? 7,2-dir. Hansı nöqtələrdə müvafiq olaraq 1,8 və 22,2-dir? 22,2 bundan haradadır? Aşağıda bildiyiniz kimi. Düzdürmü yoldaşlar? Amma mənfi belə deyək də 1,8 bundan haradadır? Yuxarıdadır. İndi biz bunları tapmaqdan ötəri nə edəcəyik? Əvvəl 7,2 ilə mənfi 1,8 arası fərqi tapaq. 7,2 çıx mənfi 1,8. Cavab neçə elədi yoldaşlar? 9 elədi. Düzdürmü? 1000-ə yazırıq neçə selsi? 6 selsi. 9-a nə olacaq? X bərabərdir. Nə qədər? 1500 metr. Düzdür? Deməli, mən 2500 metrdən hara qalxmalıyam? 1500 metr yuxarı. 2500. Üstə gəlinsin 1500. Neçə elədi yoldaşlar? 4000 metr. Deməli, gözəl yoldaşlar. 4000 metrin olduğu yer aradı B. Deməli, bunu tapdıq. Bəli. Bir dəfə də nə edəcəyik? 22,2-dən biz çıxacaq müvafiq olaraq 7,2-ni. Cavab nə qədər elədi yoldaşlar? 15 selsi. Düzdür? Bunu da çevirəndə yenə eyni qaydada 1000-ə neçə olacaq? 6. 15-ə nə olacaq? X. X bərabərdir gözəl yoldaşlar. 2000 nəyə? 500-ə. Aşağıya doğru çıxmalıyıq deyə 2500 çıxılsın. 2500. Bu da nə elədi yoldaşlar? 0. 0 isə bizə düşün nə məntəqəsində? N məntəqəsində. Deməli cavab B və N hesab olundu. B və N variantına uyğun gələn cavab C variantı. Tapşırıq aydındır. 9-cu test tapşırığına baxırıq. Sualda bizə deyir ki, Azərbaycanda ən geniş yayılan iqlim tipinə aid olmayan əlamət. Azərbaycanda ən geniş yayılan iqlim tipinin adı yarım səhra və quru çöldür. 2 dənə tipi var bilirsiniz. Qışı mülayim keçən və qışı soyuq keçən. Deməli, aqroiqlim ehtiyatları boldur. Yayıldığı arası məhsuldar torpaqlar yayılıb. Yoldaşlar, məhsuldar torpaq səhvdir. Çünki burada torpaqlarda umusun miqdarı azdır. Birinci tərəf düzdür, amma ikinci tərəf nədir? Səhvdir. Ona görə də biri götürdük. Buxarlanma qabiliyyəti və buxarlanmasa fərq böyükdür. Bəli, ərazi rütubət çatışmazlığıdır. Yarım səhralardır. 0,3-ə qədər. Bütün təbii coğrafi vilayətlərdə geniş yayılıb. Yoldaşlar, bu ifadə doğru deyil. Çünki bilirsiniz ki, Lənkəran vilayətində bu iqlim tipi geniş yayılmamışdır. 3. Sonra, düz radiasiyanın payı çoxdur, tamamilə doğrudur. Çünki burada aydın və bulutsuz havadır. Əsasən 4-cü dövr çökmə suxurlarının geniş yayıldığı ərazi bu da doğrudur. Həm yay, həm qış otlaqları səhvdir. Burada yay otlaqları yoxdur. Sadəcə nə otlaqdır? Qış otlağıdır. Cavabımız oldu verilənlərdən 1, 3, 6. Variantımız nə bəndi? B bəndi. Sual aydındır. 10-cu sual. Xəritə sxemdə doğru fikirləri müəyyən. Uşaqlar, fiziki rayonları yadımıza salaq. 1-in olduğu yer aradır yoldaşlar. Zaqatala, Lahıc. 2-nin olduğu yer aradır. Qazax, Qarabağ. 3-ün olduğu yer haradır? Lənkəran fiziki rayonu. 4-ün olduğu yer haradır? Gəncə fiziki rayonu. 5-in olduğu yer Günnüt, Qapıcıq fiziki rayonu və 6-nın olduğu yer də haradır yoldaşlar? Qonaqkənd fiziki rayonu. İndi gəlin baxaq. Hə? Ayda üzr istəyirəm. Yeri bəli, düz ikən Qanıq, Əyriçaydır. Tamamilə doğrudur. Bir Qanıq, Əyriçay. İndi gəlin baxaq. Bizə 4-lə nə yazıb? 6. Gəncə ilə hara? Qonaqkənd. Qışı quraq keçən soyuq iqlim tipi ikisində də var. Birində yan silsilədə, birində də Murovdağ silsiləsində. Aydın oldu. Biri götürdük. Doğrudur. Sonra
2 və 6. 2 və 6. Qazax Qarabağla qonaq kənd verib. Mezozoy yaşlı suxurlar üstünlük təşkil edir, ola bilməz. Qazax Qarabağda əsasən Kaynozoy yaşlı suxurlardır. 1 və 3. 1 və 3. Kür tektonik çökməsində yerləşir. Bəli, Kür tektonik çökməsindədir. Həm Lənkəran ovalı, həm Qanıq Əyricə. 3 doğrudur. 4-ə baxırıq. 1 və 5. Yəni Qanıq Əyricə ilə Günnüt Qapıcıq. Yağıntılar əsasən əsas hissəsi yay aylarında düşür. Yoldaşlar, orada yay 5-də yayı quraq keçən soyuq iqlim tipidir. Ona görə də yanlışdır. 2 və 3-ə baxırıq. 2 və 3. Qazax Qarabağ və Lənkəran. Ərazidən tranzit çaylar axır. Lənkəranda tranzit çay yoxdur. Yanlışdır. 4 və 5-ə baxırıq. Filiz faydalı qazıntılar təbii ki var. Gəncədə bilirsiniz, dəmir filizi, Naxçıvanda da molibden filizi. Aydın oldu yoldaşlar, polimetal filizi. Cavab nə oldu verilənlərdən? 1, 3, 6, variant nə oldu yoldaşlar? C bəndi. 10-cu sual aydındır. 11. Exolotdan dənizin dibinə göndərilən səs siqnalı 8 saniyədən sonra qəbul etmişdir. Exolot göndərdi və qəbul elədisə, deməli yarıya bölməliyik. 8 bölü 2 neçə elədi yoldaşlar? 4. 4 saniyədə bilirsiniz, nə qədər getdiyini tapmaqdan ötəri 1 saniyə 1500 gedir. Vuracaq 1500 nə qədər elədi? 6000. Doğru cavabımız nə oldu yoldaşlar? Doğru cavabımız C variantı oldu. Bəli. 12-yə baxırıq. Azərbaycanda pambıqçılığın daha geniş yayıldığı düzənlik. Uşaqlar, pambıqçılıq Azərbaycanın Kür-Araz ovalığının məxsus düzənliklərdədir. Şirvan düzündə var, Qarabağ düzündə var və bir də Muğan düzündə var. Cavab 2, 3, 6 variantımız nə variantı? Y. 12-də cavab Y. Bəli, 1 ilə 5 rütubətli yerlərdir, ona görə də olmaz. Sonra Ceyrançöl də B-dir. 13-ə baxırıq. Böyük Qafqaz dağlarında müvafiq olaraq A, C, D məntəqələrinə, A, C, D, A, C və D məntəqələrinə yaranan landşaftlar. Uşaqlar, A-da hündürlüyü gördüyünüz kimi 3500 metrdən yuxarıdır. Burada nə olacaq gözəl yoldaşlar? Əlbəttə ki, buzlaq nivallar. Düzdürmü? Sonra C məntəqəsi 2000 ilə 2500 metr arasındadır. Burada olacaq əsasən subalp və alp çəmənlikləri. D məntəqəsi isə 1000 ilə 1500 metr arasındadır, dağ meşələri. Doğru cavabımız nə variantı olacaq? A bəndi. 14-ə baxırıq. Əhali təbii artımı neçənci tipidir yoldaşlar? İkinci tipinə aid olan ölkələr üçün səciyyəvi əlamət. İşçi qüvvəsinin çatışmaması tamamilə səhvdir. Çünki burada əhali sayı nədir? Çoxdur. Emigrantların immigrantlardan üstün olması düzdür. Ölkədən gedənlər üstünlük təşkil edəcək. İşsizlik üzbatını. İqtisadi fəaliyyət əsasən təsərrüfatın 3-cü sektoru yox, əsasən olacaq 1 ya da 2-ci sektoru. Demoqrafik partlayış doğrudur. Yaşlı əhalinin payı çox deyil, əksinə uşaq yaşlarında, uşaq və yeniyetmələrin sayı çox, yaşlıların payı nədir? Az. Yalançı urbanizatsiya doğrudur. Kəndlərdə olan işsizlik əhalinin iri şəhərlərə meyilləməsi səbəb olur. 2, 4, 6 variantımız nə oldu? D variantı. 15-ə baxırıq yoldaşlar. 15-də bizə deyir ki, inkişaf etmiş ölkələrdə baş verən demoqrafik proseslərin məntiqi ardıcıllığı. Gözəl yoldaşlar, doğru cavab belə olacaq. Deməli, qadınların əməyə cəlb olunur və nikah yaşı artır. 3. Ondan sonra gələcək yoldaşlar təbii ki 2. Yəni söhbət nədən gedir? Doğulanların sayı azalır. Sonra gələcək 5. İşçi qüvvəsi çatışmır. Sonra gələcək yoldaşlar 1. İmmigrantların sayı artır. Yəni gələnlərin sayı artır. İşçi qüvvəsi çatışmadığı üçün. Və son olaraq da bilirsiniz ki yoldaşlar olacaq əhalinin milli tərkibi dəyişir gəlmələrin hesabına. Prosesə fikir verin. İmmigrant gəlməsə milli tərkib dəyişməz. Ardıcıllığı belə tutun. Yaxşımı yoldaşlar? Ona görə də cavabımız nə oldu? C variantı oldu 15-də. Y variantı. Y variantda problem nədir? İşçi qüvvəsi çatışmır deyirsə, deməli işçi qüvvəsi çatışmamasından qabaq əhalinin də azalmalıdır da. Aydın oldu mu? İşçi qüvvəsi necə çatışmayacaq? Doğum azalacaq, nəticədə gələcəkdə əmək ehtiyatlarının sayı azalacaq və nəticədə işçi çatışmayacaq. Fikrimi izah edə bildim. Ona görə də məntiqi ardıcıllıq birinci ən başdan başlamalıdır. Sonra 16. Respublikamızda əhalinin sıxlığı hər kvadrat kilometrdə 2 nəfər artmışdırsa, əhalinin sayı neçə nəfər artar? Normalda gözəl yoldaşlar, biz bunu belə hesablayacağıq da. 16 belə deyək, 1 kvadrat kilometrdə nə qədər artır? Azərbaycanda ümumi ərazi nə qədərdir? 86.600 kilometr kvadrat. Düzdür? 86.600 kilometr kvadrat. Bizə deyir ki, hər kvadrat kilometrdə nə qədər artır? 2 nəfər. Deməli, əhalinin ümumi artımını tapmaq üçün neçəyə vuracaq? 2-yə vuracaq 0, 0, 12 bir yadda, 13 bir yadda. Bəli, 173.200 nəfər. Doğru cavab nə variantı oldu? Y variantı 16-da. Sadə bir məntiq var idi. Düzdür yoldaşlar? Sonra, xəritə sıxımda 1 və 2 rəqəmləri ilə verilən ölkə. Uşaqlar, 1 haradır? Qazaxıstan, 2 haradır? Türkiyə. 3 və 4 rəqəmi ilə verilən ərazi fərqi. Deməli, yoldaşlar, Özbəkistanla hara? Qırğızistan. Deməli, sən 1, 2-nin 3 və nədən fərqini görəcəksən? 4-dən. Yoldaşlar, ərazi 2 qitədədir. Bəli, Qazaxıstan və Türkiyə bildiyiniz kimi biri Ural dağları, biri də İstanbul şəhərinə görə 2 qitədədir. Amma Özbəklər və Qırğızlar ancaq bir qitədə, Asiyada. Deməli, bir fərqli cəhət oldu mu? Hə, yoldaşlar? Sonra, baxırıq yoldaşlar 2-yə. Əhalisi türk dili qrupunun eyni qoluna daxildir. Yoldaşlar, Qazaxlar, Qıpçaqdır, türklər 6 aydır. Elə bunların özləri fərqli qrupdadılar. Bunlar eyni ola bilməzlər. 3-ə baxırıq. Qara metallurgiya inkişafı üçün yerli xammal bazasına malikdirlər. Bəli, həm Türkiyə, həm də müvafiq olaraq
Qazaxıstanda dəmir filizi və daş kömür, Türkiyədə xromit filizi və daş kömür var. Ona görə də bu ifadə doğrudur. 4-ə baxırıq. Çayları həm daxili axarsız. Söhbət nədən gedir? Türkiyədən Kürvara çayları Xəzərə, belə deyim, Ural və Emba çayları isə Qazaxıstandan Xəzərə tökülür hər ikisi. Plus bunların okean hövzəsinə gedən çayları var. Nə? Irtış, İşim, Tobol, Yadızyer, Oba hara gedir? Sakit Şimal Buzlu okeanına. Dəzlə Fərad çaylarına müvafiq olaraq yəni İran körfəzi, yəni nə okeanına? Hind okeanı. Deməli, avtomatik olaraq bu 1 ilə 2 üçün oxşardır. Amma 3 və 4-ün çayları əsasən daxili, axarsız hövzənin çaylarıdır. Yüngül sənaye məhsulları ixracatçıları Özbəkistan da ixrac edir. Bilirsiniz, söhbət orada nədən gedir? Pambıqdan. Ona görə də olmaz. Ərazisi 2 iqlim qurşağında yerləşir, gözəl yerləşir. Türkiyə 1 iqlim qurşağıdır. Yəni subtropik iqlim qurşağıdır. Aydın oldu? Bəli. Cənubi subtropik, şimalı mülayim. Qazaxıstan özü yox, bütövlükdə mülayimdir. Qazaxıstan mülayimdir. O dediyin Türkmənistana aiddir. Aydın oldu? Cavab oldu verilənlərdən 1, 3, 4. Variantımız nə bəndir? B bəndi. Bəli. 18-ə baxırıq. Müvafiq olaraq Atlantik Hind Sakit Okean hövzələrində olan iri liman şəhərlərini müəyyən edin. Yoldaşlar, burada doğru cavab olacaq A. İstanbul niyə Atlantik Okean sahili gedir? Çünki Mərmərə dənizi Atlantikin daxili dənizidir. Sonra Hind Okeanında Mumbai bilirsiniz Hindistana məxsusdur və Sakit Okeanında San Fransisko ABŞ-a məxsusdur. Yoldaşlar, B-də London düzdür, amma Osaka işləri korladı. Osaka sakitdədir, Hinddə deyil. New York düzdür. Rio de Janeiro Atlantikdədir, o da Hinddə deyil, işlər korlandı. Chicago yoldaşlar yanlışdır. Liman şəhəri deyil. Chicago, Pittsburgh göllər ətrafı regiondadır. İskəndəriyə doğrudur, Atlantikdədir. Los Angeles Hinddə deyil, sakitdədir. Ona görə də korlandı. Aydın oldu. Gəldi 19-a. Uşaqlar iqtisadi rayonlarımızı yadımıza salaq. Birinci iqtisadi rayonumuz aradı Şəki, Zaqatala. İkinci iqtisadi rayonumuz aradı Şərqi, Zəngəzur. Üçüncü iqtisadi rayonumuz aradı Qazax, Tovuz. İndi bizə deyir ki, müvafiq olaraq iqtisadi rayonlar üçün ümumi əlamətlər. Filiz faydalı qazıntı bəli, hamısında var. Müəllim nümunə ver. Polimetal var Şəki, Zaqatalada. Xromit var məsələn Şərqi Zəngəzurda. Qızıl var məsələn Qazax, Tovuzda. Sonra deyir ki, urbanizasiya səviyyəsi yüksəkdir. Təbii ki, bunlarda urbanizasiya yüksək ola bilməz. Azdır. 50%-in altındadır. Yay otlaqları bəli, dağlıq əraziləri var deyə. Məsələn Gədəbəydə, Kəlbəcərdə və Balakən rayonunun dağlıq hissələri. 1-3. Ondan sonra da yoldaşlar biz deyəcəyik. 2 xarici ölkəli həmsənəddir. Şəki Zaqatala həmsənəddir Rusiya və Gürcüstan. Qazax Tovuz, Gürcüstan və Ermənistan. Şərqi Zəngəzur, Ermənistan və İran. Doğru cavabımız oldu verilənlərdən 1, 3, 4. Variant D. Əhali milli tərkibi mürəkkəbdir söhbəti. Şəki Zaqatala və Şərqi Zəngəzurda var, amma Qazax Tovuzda mürəkkəblik yoxdur. Yeksinsizdir. Sıx dəmir yol şəbəkəsi, Qazax Tovuzda dəmir yol şəbəkəsi sıxdır, amma Şərqi Zəngəzurda dəmir yol ancaq Zəngilan rayon ərazisi və Cəbrayıldan keçir. Aydın oldu yoldaşlar. Ona görə də biz deyəcəyik ki, cavab nədir? D. 20-yə baxırıq. Ölkənin ümumi milli məhsulunun dəyərinin ümumi daxili məhsuldan çox olmasının səbəbi. Uşaqlar, bunun əsas səbəbi odur ki, ölkənin transmilli şirkətləri, korporasiyaları fəaliyyət göstərir. Transmilli şirkət bir neçə ölkədə fəaliyyət göstərən şirkətdir. Əgər mənim ölkəmin ümumi milli məhsulu çoxdursa, deməli bu o deməkdir ki, mənim ölkə şirkətlərimin payı çoxdur. Aydın oldu? ÜDM-dən daha çoxdursa, deməli ölkə şirkətlərimin böyük bir qismi ölkədən harda fəaliyyət göstərir? Xaricdə fəaliyyət göstərir. Doğru cavabımız nə bəndə oldu? D bəndə oldu. Digər ölkə şirkətlərin ölkədə böyük həcmi varsa, deməli o zaman sənin ümumi milli məhsulunun payı azdır. Yəni daxildə yerli şirkətinin payı azdır. Bu tərsin olacaq. Aydın oldu yoldaşlar? Mən bəs A variantını niyə götürmürəm? Ölkəyə digər ölkə şirkətlərinin böyük investisiya qoyulması. Yoldaşlar, digər ölkə şirkətlərinin qoyduğu investisiya sənin deyil ki. Həmin o ölkənin ümumi milli məhsuluna aiddir. Yəni hansı ölkə investisiya qoyubsa, sənə aid deyil o. O bizim milli deyil, amma daxili. Bizim ümumi daxili məhsulumuzu xarici şirkətin payıdır. Aydın oldu mu? Yox, gözəl. Onların qazandığı gəlir onlarındır. Aydın oldu. Sadəcə ölkə daxilində məhsul istehsalına həyata keçirir. Aydın oldu. Sonra növbəti sual 21. Respublikamızda yüngül sənayinin inkişafını təmin edir. Uşaqlar, yüngül sənaye siz bilirdiniz ki, bura tikiş, toxuculuq, göndəri istehsalı aiddir. Deməli, ucuz xammal idxalı səhvdir. Biz idxal eləmərik. Bəli. İşçi qüvvəsinin çox olması 2 doğrudur. İqtisadi coğrafi mövqeyin buna dəxli yoxdur. Böyük həcmdə tələbat var. Bəli, 4. Bir də böyük enerji imkanı səhvdir. Geniş xammal bazası var 6. 2, 4, 6. Cavabımız nə bənd oldu 21-də? B bəndi. Bəli, geniş xammal. Bizdə pambıqçılıq var, ipəkçilik var. Aydın oldu mu? Bu şeylər bizdə inkişaf edir. Böyük enerji var. Sadəcə enerjinin yüngül sənaye bir dəxli yoxdur. Qadın əməyidir. Paltar toxuyur. Orada enerjidən nə istifadə? Ümumi geniş xammal bazası bütün inkişaf etməkdə olan ölkələrə aid. Tam olaraq hamısına deyə bilməzsən də. Elə inkişaf etməkdə olan var ki, xammal yoxdur məsələn. Aydın oldu. 22. Bir çox inkişaf etməkdə olan ölkələrdə əhalinin əsas hissəsi kənd təsərrüfatına çalışsa da, bu sahənin məhsullarının həm də idxal edilməsinə əsas səbəb. Bildiyimiz kimi inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı nə xarakterli? Ekstensiv. Yəni kənd təsərrüfatının ekstensiv inkişafı və
Aşağı nəyi? Məhsuldarlığı. Cavab nə variantı? Y variantı. Vəssalam. 23-cü test tapşırığına diqqət edirik. Yoldaşlar, Azərbaycan avtomobil yollarının 35% və ya 5810 kilometri Şəki Zaqatala, Lənkəran və Quba Xaçmaz iqtisadi rayonun payına düşür. Digər iqtisadi rayonlardan avtomobil yollarının ümumi uzunluğunu hesablayın. Gözəl yoldaşlar, bunu tapmaqda nə edəcək? Bəli, sadə tənasübdür. 5810 nə olacaq? 35%. Biz x neçə faiz tapacaq? 100% tapacaq da, düzdürmü? Biz əvvəlcə x 100% tapacaq. Bu eləcək yoldaşlar, tələsmə. 5810 vur 100 böl neçə? 35 neçə elədi yoldaşlar? 16600, düzdürmü? Amma belə bir məsələ var. Ondan da bizə digərlərini soruşduğu üçün 16600-də nəyi çıxacaq yoldaşlar? Bəli, 16600 çıx 5810. Burada cavab verir 10790. 10790. Deməli cavabımız nə oldu yoldaşlar? 10790 oldu. Fikrimi çatdıra bildim. Sonra xəritə sxemdə rəqəmlərlə verilən ərazilər üçün ümumi cəhət. Yoldaşlar, verilən ərazilərə diqqətlə baxsanız, 1-də soyuq nə cəryanı keçir? Kanar. 2-dən soyuq nə cəryanı keçir? Qərbi Avstraliya. 3-dən soyuq nə cəryanı keçir? Bengel. 4-dən də soyuq nə cəryanı? Peru. Hə, bu ərazilərdə əsasən tropik enlikən səhra landşaftıdır. Boz-boz qor torpaqlardır. Əmsal 0.1-dən kiçikdir. Rütubət çatışmazlığı müşahidə olunur. Buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərq çoxdur. Nisbi rütubət azdır. Cavab. Əlbəttə ki, verilənlərdən olacaq. 1. Enana baxımları üstündür. Havanın rütubət tutumu çox aşağıdır. Əksinə, havanın rütubət tutumu nədir? Çoxdur. Çünki daha çox su buxarı saxlaya bilər hava. Buxarlanma qabiliyyəti buxarlanma arasında fərq çox böyükdür. 1-3. İllik temperatur sutkalıq amplituddan böyükdür. Səhvdir. Əksinə, sutkalıq amplitud illikdən nədir? Böyükdür. Sonra, yoldaşlar, biz deyəcəyik. Deməli, havanın nisbi rütubəti və buxarlanma qabiliyyəti yüksəkdir. Havanın nisbi rütubəti yüksək deyil, aşağıdır. Soyuq okean cənin təsirindədir, doğrudur. Cavab 1, 3 və nə? 6 hesab olundu. Tapşırıq aydındır yoldaşlar. O 25-ə baxırıq. 25-də bizə deyir ki, okean cərəyanlarına aid olmayan xüsusiyyət. Yoldaşlar, burada daimi küləklərin təsirindən yaranır, doğrudur. Bilirsiniz, tropiklər arası şərqdən qərbə, mülayimlərdə qərbdən şərqə, qütblərdə isə yenə şərqdən ara doğru qərbə gəlir. Bu passat, qərb və qütb küləklərin təsiri ilədir. Suyun şaquli hərəkətdir. Uşaqlar, suyun şaquli yox, necə hərəkətlidir? Üfüqi hərəkətdir. Ona görə də bu ifadə yanlışdır. Suyun üfüqi hərəkətidir, doğrudur. Coğrafi enliklər arasında suyun temperatur və duzluğunu tənzimləyir. Bəli, isti suları qütblərə, soyuq suları isə ekvatora doğru hərəkət elətdirir və Pillus duzluğa belə təsir edir ki, isti cərəyanlarda duzluq nə olur? Çox. Soyuq cərəyanlarda duzluq nə olur? Az. İstiqamətlərini dəyişir. Yoldaşlar, istiqamətlərini dəyişir ifadəsi doğru deyil. Bunların istiqaməti nədir? Eynidir. Estuar ilə yaranması səbəb olur. Bu ifadə doğrudur. Deməli, doğru olmayanlar oldu əlimizdə. 2 və nə? 5. Aydınlı sual. Yəni 3 dənə götürmürük. 3 dənə yox, 2, 5. Cavab budur konkret. 26. Mənsəbi okean olan. Mənsəbi okeançı yoldaşlar, okeanda mənsəb neçə metrdir? 0 metr. Çayın mənbəyində təzyiq nə qədərdir? 520. İndi normal təzyiqlə müqayisədə 760-520 fərq. Neçə elədi? 240. 240 mm civə sütunu vuracaq ona yoldaşlar. Neçə metr elədi? Düşmə 2400 metr. Əgər bizim çayımızın düşməsi 2400 və uzunluğu 3600 isə biz bunun meylini tapa bilərik də. 2400 bölü 3600 yoldaşlar. Nə qədər eləyir? 0,66. Əmsal vahiddən kiçik olanda biz bu çay üçün nə çay deyirik? Düzən çay deyirik yoldaşlar. Deməli baxırıq. Bu çay üçün səciyyəvi əlamətləri müəyyən edin 26-da. Bizə deyir ki, akkumulyativ fəaliyyət üstünlük təşkil edir. Bəli, çökdürücü fəaliyyət üstündür. 1. Nəqliyyat imkanları genişdir. Yoldaşlar, nəqliyyat imkanı ola bilər çünki niyə? Meyillilik azdır. Dağ çaydır, səhvdir. Aşağı axarında şəlalə yaranır, səhvdir. U şəkilli dərələr yaranır, yoldaşlar, bu ifadə doğrudur. Geniş çay dərələri. Mənbə ilə mənsəb arasında temperatur fərqi 20 dərəcədən çoxdur. Gözəl yoldaşlar. 2400 metrə hesablayanda, yəni siz bunu hesablaya bilərsiniz. Minə nə? 6. 2400-ə nə yoldaşlar? X. X nəyə bərabərdir? 14,4 Selsi. Əlbəttə ki, bu ifadə doğru deyil. Deməli, cavabımız belə oldu 26-da. 1, 2 və nə? 5. Aydınlı sual. 27. Uşaqlar, Cənub-Qərbi Asiya regionu üçün biz ölkə deyəcəyik ki, bura aiddir Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri. Beynən nə? Y. Yoldaşlar, Cənub-Şərqi Asiya üçün biz deyəcəyik ki, bura aiddir verilənlərdən Tayland. D. Və Cənubi Asiya üçün aiddir Pakistanla Bangladeş. A, C. Deməli, B, Y, D, A, C. Sual aydındır 27-də. Sonra 28-ci tapşırığa bir yerdə nəzər yetirdik. Ot bitkilərin üstünlük təşkil etdiyi təbii zonalar bir-birindən fərqli iqlim şəraitində formalaşmışdır və onlar müxtəlif adlarla adlandırılır. Bu təbii zonalarda pambıq, şəkər qamışı, şəkər çunudur, qəhvə, kartof, buğda və s. kənd təsərrüfat bitkiləri yetişdirilir. Bizə deyir ki, müvafiq olaraq
Mətn əsasən cədvəli tamamla. Subekvatorial qurşaq. Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Avstraliya. Yoldaşlar, subekvatorial qurşaqda bu materikin hamısında nələri var? Savannalar var. Savanna. Nə var yoldaşlar? Savanna. 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 Yaxşı. Tropiklərdə gözəl yoldaşlar, biz bilirik ki, Şimali Amerika, Cənubi Amerika və bir də Avstraliya var idi. Şimali Amerika, Cənubi Amerika, Avstraliya. Bunlarda savanna var. Tropiklərdə. Savanna. Niyə ay müəllim? Çünki savannalar burada tropika qədər genişlənirdi. Hətta savannalar bilirsiniz, Şimali Amerika və Avstraliyada hara qədər gedirdi? Subtropika qədər. Deməli yoldaşlar, biz subtropikdə deyəcəyik ki, müvafiq olaraq Avstraliyada savannalar var. Həm cənub-qərbində, həm də cənub-şərqində. Ondan əlavə yoldaşlar, Avrasiyada subtropik qurşaqda bilirsiniz, çöllər var. Şimali Amerikada çöllərə nə deyirdik gözəl yoldaşlar? Prairie deyirdik. Cənubi Amerikada çöllərə nə deyirdik? Pampa. Sonra mülayim enliklərdə gözəl yoldaşlar, əsasən biz Avrasiyada yenə çöllərdən danışacağıq, steplərdən və Şimali Amerikada nədən danışacağıq? Prairie. Amma mən Cənubi Amerikaya çöl deyə bilmərəm. Çünki pampa subtropikdə nəyin bitir? Fikrimi aydın izah edə bildim. Davam edirik yoldaşlar. 29-da bizə deyir ki, müvafiq mətnə əsasən müəyyən etdiyiniz təbii zonalara uyğun gələn məntəqələri müəyyən edin. Yoldaşlar, biz birinci olaraq qeyd eləyəcəyik nə? Məsələn, savannalar. Nələr yoldaşlar? Savanna. Savannalara konkret olaraq düşəcək verilənlərdən 5 nə? 7. Bu belə, bu getdi. Savannadan sonra yoldaşlar gəlir çöllər. Hansı ki biz o çöllərə step də deyə bilərik. Nə deyə bilərik? Step. Bunlara uyğun gələcək verilənlərdən 1 ilə 2. Ölkələr olaraq da deyə bilərsiniz. 5 haradır? Braziliya 7 aladır, Kongo Demokratik. 1 haradır? Rusiya 2 haradır? Yenə Rusiya və Qazaxıstan sərhəddir. Sonra yoldaşlar, siz burada deyə bilərsiniz verilənlərdən prairie. Müəllim, prairie deyəndə hara nəzərdə tutursunuz? Prairie olacaq 3. Bu 3-də də ola bilər, Kanadanın bir hissəsində də ola bilər. Yaxşı. Sonra yoldaşlar, biz deyəcəyik prairiedən sonra nə? Pampa. Gözəl şu Pampa da konkretdir də. Pampaya da hara düşür? Əlbəttə ki 4 düşəcək. Aydın oldu. Deməli, ümumi olaraq biz bütün variantları yazdıq. Müəllim, 6-nı niyə götürmədiniz? 6 səhra, yarım səhralardır. Gördüyünüz kimi milli ərazisi. 8 isə dəyişən rütubətin nələrdir yoldaşlar? Meşələrdir. Aydın oldu. Bura ot bitkiləri yox, ağac bitkiləri. Nə bitkilərdir? Ağac. Şahin aydın oldu yoldaş. Sonra növbəti. Mətndə yazılmış kənd təsərrüfatı bitkilərinin təbii zonalara əsasən qruplaşdırın. Uşaqlar, sizlər bilirsiniz ki, savanna təbii zonasında bu verilən bitkilərdən yayıla bilər. Savannada konkret olaraq pambıq, şəkər qamışı, qəhvə. Pambıq, şəkər qamışı, bir də nə oldu yoldaşlar? Qəhvə. Bu belə. Bunu yazdıq. Sonra biz bilirik ki, bunlardan çöllərdə bəli ola bilər verilənlərdən. Şəkər nəyi yoldaşlar? Çuğunduru, şəkər çuğunduru, şəkər çuğunduru, kartof və bir də buğda. Nə yoldaşlar? Buğda. Sonra biz burada prairilər üçün deyə bilərik Şahin bəy. Prairlərdə nə olacaq yoldaşlar? Əsasən yenə pambıq, bəli, kartof, buğda. Kartof və nə yoldaşlar? Buğda. Sonra qaldı bir dənə bizdə nə? Pampa. Pampa da dünyanın ən böyük taxılçılıq regionu olduğu üçün burada nə yazılacaq? Buğda. Aydın oldu.